Salam dostlar, yine geldik maraqlı bir dərslə. Bugün wollen modal feilini öyrənəcəyik. Gəlin başlayaq. Wollen istəmək deməkdir. Yəni birbaşa istəkdir. Məsələn, ich will schlafen. Mənası mən yatmaq istəyirəm. Burada schlafen yatmaq feilidir, ich mən deməkdir. Will də wollen feilinin təsrif olunmuş, yəni birinci şəxsin təkinə görə təsrif olunmuş formasıdır. İndi gəlin wollen modal feilimin təsrifinə baxaq. İlk öncə təbii ki şəxsi vəzifələrimizi yazırıq. Ich, du, er, sie, es. Bunlar üçüncü şəxsin təkidirlər və biz bilirik ki, hər üçündə də eyni cür olur. Daha sonra wir, er, bir də bizim balaca zi və böyük zimiz var. Bunları da lap öncəki şəxsi vəzifələr mövzusunda yəqin ki oradan tanırsınız. İndi wollen modal feili kökündən dəyişən modal feildir. Təsrifi isə ich will, du willst, er, sie, es will, wir wollen, ihr wollt, Sie wollen. Biz əvvəlki modal feillərimizdən də bilirik ki, modal feillər kökündən dəyişərək təsriflənirlər. Həmçinin ich birinci şəxsin təki və üçüncü şəxsin təkində heç bir şəkilçi qəbul eləmirlər. Bu, bütün modal feillərə aiddir. Əgər ki, ümumən modal feillər haqqında heç bir məlumatınız yoxdursa, bundan öncə çəkilən 4 videoya nəzər yetirməyiniz xahiş olunur. İndi isə, deməli, wollen modal feilinin təsrifini də bildiyimiz üçün artıq cümlə quruluşumuzu yaza bilərik. Deməli, ilk öncə başlayırıq nəqli cümləmizdən. Düzdür? Nəqli cümləmizdə söz sırası, başa yazıram nəqli cümlə. Nəqli cümlədə söz sırası mübtəda, üstə gələk. Biz nə demişik hər zaman? Modal feil hər zaman nəqli cümlədə ikinci sırada gəlir. Yəni, əsas feilimizi əvəz eləyir. Əsas feilimiz isə ən sonda cümlənin ən sonunda məsdər formasında dayanır. Mübtəda gəlir, sonra modal feilimiz gəlir. Ən sonda isə nə gəlir? Əsas feilimiz təbii ki, infinitiv formasında. Düzdür? Biz buradan, təbii ki, bu modal feillə əsas feil arasına istədiyimiz qədər söz əlavə eləyə bilərik. Məsələn, deyək ki, mən almanca öyrənmək istəyirəm. Deyirəm, mən nədir? Ich. İstəyirəm. Wollen modal feili ihə görə will oldu. Almanca Deutsch. Öyrənmək də lernendir. Düzdür? Məsələn, buradan yazıram. Ich. Mən, will, wollen feilinin ihə görə təsrifidir, yəni istəmək. Deutsch, almanca. Lernen də nədir? Öyrənmək. Buradan qənaətə gəlirik ki, mən almanca öyrənmək istəyirəm. Yəni, mən istəyirəm almanca öyrənmək. Biz alman dilindən bilirik ki, nəqli cümlədə hər zaman, yəni təsriflənən feil ikinci sırada gəlməlidir. Biz bunu bilirik. Əgər burada təsriflənən feilimiz modal feildirsə, əsas feilimiz, yəni əsas feilimiz burada hansıydı? Lernen, düzdür? Əsas feilimiz isə infinitiv, yəni məsdər formasında cümlənin ən sonunda dayanır. Buna misal olaraq, məsələn, birində yaza bilərəm. Tutam, deyirəm ki, məsələn, o yemək yemək istəyir. Sie will essen.
Düzdür? Burada zi üçüncü şəxsin təki odur. Will yenə istəməyin üçüncü şəxsə görə təsrifidir. Essen də nədir? Yemək, yəni yemək. O yemək yemək istəyir. Cümlənin əsası necə olacaq? O yemək istəyir. Yəni belə. Daha sonra məsəl deyə bilərik ki, wir wollen gehen. Biz getmək istəyirik və s. İndi əgər sual cümləsinə baxsaq, biz bilirik ki, sual cümləsi neçə cür olur? 2 cür. Sual sözlü və sual sözsüz. Gəlin birinci sual sözsüzdən başlayaq. Bura yazıram. Sual sözsüz. Sual sözsüz nə deməkdir? Yəni sual cümləsində heç bir dəqiqə üzr istəyirəm. Yəni sual cümləsində heç bir sual sözü yoxdur. Sual sözlərimiz hansılardır? Məsələn, werdi, widi, wasti, wodu, woherdi, und so weiter. Düzdür? Sual sözsüz sual cümlələrində. Məsələn, bayaq biz dedik ki, o yemək yemək istəyir. Düzdür? İndi gəlin onu suala çevirək. Deyək ki, o yemək yemək istəyir. Məsələn, sual verirəm ki, o yemək yemək istəyir. Bunu necə eləyə bilərik? Məsələn, bayaqki nə idi? Sie will essen, düzdür? İndi mən onu sual sözsüz sual cümləsinə çevirsəm, bu zaman wollen modal feilimiz cümlənin əvvəlinə gələcəkmi? Deyəcəm, will sie essen. Will sie essen, yəni o yemək yemək istəyir. Məsələn, cavab olaraq nədir? Biz ümumiyyətcə demişik ki, sual sözsüz sual cümlələrinin cavabı nə olur? Ya, nein, yəni bəli, xeyr. Məsələn, yemək yemək istəyirsə deyəcək, bəli istəyirəm. Sən deyəcək, ya, ich will essen. Əgər yəni yemək yemək istəmirsə deyəcək ki, nein, ich will nicht essen. Burada aydın oldu. Məsələn, deyə bilərəm ki, birdən də buna misal gətirsəm, deyərəm ki, o harada işləmək istəyir? Məsələn, o harada işləmək istəyir? Gəlin bunu da kişi cinsində yazaq. Məsələn, o zaman olacaq, o nədir? Ümumiyyətcə, burada harada sualımız var. Çox üzr istəyirəm. Bunu mən sual sözlüyü ilə yəni uyğunlaşdırdım. Amma əslində sual sözsüz yazmaq istəyirdim. Yəni o işləmək istəyir. Gəlin bir dən bunu silək, qaçışdırmayaq. Burada. Bir dəqiqə. O işləmək istəyir. Məsələn, o zaman nə deyirik? Will. Üzr istəyirəm. Will arbeiten. Will arbeiten. Yenə əgər işləmək istəyirsə deyəcək ya, ich will arbeiten. Əgər işləmək istəmirsə deyəcək nein, ich will nicht arbeiten. Düzdür? Sual sözlü sual cümlələrinə gələn. Bu çox vacibidir və bilirəm ki, hər kəsin də yaralı yeridir. Sual sözlü sual cümlələrində cümlə quruluşu. Bir dəqiqə bunu yuxarı çəkim. Sual sözlü sual cümlələrində yazıram. Sual sözlü sual cümləsi. Sual sözlü sual cümləsində təbii ki, birinci yerdə sual sözü gələcək. Baxın, yazıram. Sual sözü. Sual sözlərimiz hansılardır? Məsələn, where, was, we və s. O qədərdir ki, sual sözü sual cümləsindən sonra təbii ki, modal feilimiz gələcək. Modal feil. Qısa yazıram. Siz özünüz qeyd götürəndə özünüz üçün necə uyğunsa elə yazarsınız. Sual sözü, modal feil, üstünə gələk. Mübtəda, yəni ondan sonra gəlir mübtəda. Daha sonra gəlir mübtəda ilə yenə, məsələn, feil arasına istədiyin qədər təyin, tamamlıq qoya bilərsən. Amma ən sonda əsas feilimiz gəlir. Əsas feilimiz gəlir, yəni verb gəlir məsdər formasında. Əsas feilimiz infinitiv formasında gəlir. İndi buna misal olaraq bir şey desəm. Məsələn, deyərəm ki, sən nə etmək istəyirsən? Məsələn,
Deyirəm ki, sən nə etmək istəyirsən. Biraz yazılış yaxşı olmaya bilər. Bunun üçün üzrlü sayın. Amma en azından çox güman ki, hamınız başa düşürsünüz. Nə etmək? Bax, burada nə var? Sual sözlüdür. Nə deməkdir Almanca? Was? Was willst du machen? Modal feilimiz təbii ki gələcək. Was willst du machen? Was willst du machen? Sən du deməkdir. Was nədir? Etmək machendir. İstəyirəm də willdir. Was willst du machen? İndi bu zaman burada sual sözlü də artıq cavab tələb olunacaq. Məsələn, deyirəm ki, mən pauza eləmək istəyirəm. Düzdür? Ich will Pause machen. Buna cavab olaraq. Və yaxud da bayaq mən cümlə yazmışdım. Hansı ki, səhv yazmışdım. Yəni, səhv dediyim yerlərini dəyişik yazmışdım. Məsələn, deyirəm ki, bir dəqiqə. Məsələn, burada deyirəm ki, o harada işləmək istəyir. O harada işləmək istəyir. Düzdür? Bu zaman harada nədir? Bizim modal feilimizdir. Düzdür? Harada. Wo gəlir. İşləmək istəyir, will, o. İşləmək də arbeitendir. Arbeiten. O harada işləmək istəyir? Wo will arbeiten? Mən düşünürəm ki, ümumiyyətcə, wollen modal feili direkt istəmək mənasındadır. Nəqli cümləni, sual cümləsin, sual sözlü və sual sözsüz təbii ki, cümlələrini izah elədim. Ümid edirəm ki, çox gözəl və anlaşıqlı şəkildə oldu və deməli videonun ən sonunda istədiyiniz qədər özünüzdən, bildiyiniz lüğətlərdən, yəni məsələn bunlar olmasın, başqa bir məsələn cümlələr olsun. Həmin cümlələrdən özünüz üçün təbii ki, yaza bilərsiniz bu videonun altına. Mən ürək bölməsinə, yəni mən düz səhv olduğunu təbii ki, yoxlayıram. Geri dönüş edəcəm inşallah. Əgər təbii ki, videomuzu başa düşdünüzsə, like eləməyi, Alman dilini öyrənən dostlarınızla paylaşmağı təbii ki, unutmuruq. Əgər videoların daha çox davamının gəlməsini istəyirsinizsə, təbii ki, kanalıma da abunə olmağı heç unutmuruq. Növbəti videoda görüşmək ümidi ilə hələlik.